Salam, hər vaxtınız xeyir. 15 mart tarixində keçirilmiş RFM-dən belə bir suala baxaq. Üçdə bir hissəsi və yarısı su ilə doldurulmuş silindrik formalı eyni cür qablar tərəzilərin gözlərini yerləşdirildikdə tərəzilərin göstərişləri şəkillər kimi olmuşdur. Qab su ilə tam doldurulsa, tərəzinin göstərişi neçə olar? Deməli, biz tərəzilərə baxırıq ki, burada həm qabın kütləsi nəzərə alınıb, həm də ki, daxilindəki suyun kütləsi nəzərə alınıbdır. Deməli, biz hər bir tərəzi üçün o zaman bu şərti yaza bilərik. Yəni, M qab, üzərinə gəlsin M su, yəni suyun kütləsi. Bu bərabərdir. Birinci halda 120 qrama, ikinci halda isə M qab üzərinə gəlsin, yəni M su bərabərdir 140 qrama. Biz burada M qabın kütləsini ümumiyyətlə bilmirik, heç bir məlumatımız yoxdur. Amma biz burada artıq M suyunu açılış şəklində yaza bilərik, çünki bizdə burada müəyyən bir həcmi var. Deməli, yazsaq, o zaman M suyun yerinə M su bərabərdir rho su vurulsun həcminə V. Bu da bərabərdir rho su vurulsun. Biz həcmi S vurulsun H ilə ifadə edə bilərik. O zaman bizim birinci halda həcmimiz burada V bərabərdir S vurulsun H bölünsün 3'dür. İkinci halda həcmimiz S vurulsun H bölünsün 2'dir. İndi bunları nəzərə alaraq burada gəlin məsələmizi həll edək. Deməli, M qab üzərinə gəlsin M suyun yerinə, yəni rho su vurulsun. Həcminin yerinə isə burada S vurulsun H bölünsün 3'ə, o da bərabərdir 120'yə. İkinci halda yenə M qab üzərinə gəlsin, yenə rho su vurulsun, S vurulsun, H bölünsün 2. O da bərabərdir 140'a. Burada biz bir tənlik alırıq. Bunu tərəf-tərəfə çıxsaq, o zaman belə olacaqdır. Rahat olsun deyə təbii ki, böyükdən kiçiyə çıxırıq. Deməli, bunlar M qablar ixtisar gedir, tərəf-tərəfə çıxsaq. Burada nə qalır? Qalır rho su vurulsun, S vurulsun, H bölünsün 2 çıxılsın. Yəni rho su vurulsun, S vurulsun, H bölünsün 3. O da bərabərdir. 140'dan da 120'sini çıxanda eləyəcək 20. Buradan da ortaq məxrəci gətirib hesablasaq, deməli, bunlar üçün bizim ortaq məxrəcimiz olacaqdır. 6'da böləndə eləyəcək 3 rho su SH çıxılsın 2 rho su SH. O da bərabərdir 20'yə. Buradan da biz rho su vurulsun S vurulsun H bərabərdir 6 qədəm 2 120 almış olaraq. Yəni biz artıq buradan suyun kütləsini tapdıq. Deməli, bizdə suyun kütləsi oldu 120 qrama. Aha, suyun kütləsini tapdıq, qaldı bizdə qabın kütləsi. Qabın kütləsini tapmaq üçün bu ifadəni birinci ya da ikinci tənlikdə yerinə yaza bilərik. Deməli, birinci ifadədə yerinə yazsaq o zaman olacaq. M qab üzərinə gəlsin 120 bölünsün 3'ə, o da bərabərdir 120'yə. Buradan o zaman M qab bərabərdir 120 çıxılsın. 120'ni də 3'ə böləndə eləyəcək 40. O da bərabərdir 120'dən də 40'ını çıxanda eləyəcək 80 qrama. Bizdən sonunda qabın su ilə dolmuş ümumi kütləsini istəyirdi. Yəni tam ağzına qədər dolsa, tutaq ki, o zaman bizdə belə olacaq. Su tutaq ki, bura qədər olsa, artıq bütün hündürlük götürülür. Yəni bütün hündürlükdəki suyun kütləsi və üzərinə gəlsin qabın kütləsini istəyirdi. Biz suyun kütləsini tapdıq, 120 qramdır. Üzərinə gəlsin qabın kütləsini də tapdıq, 80 qramdır. O da bərabərdir biz 200 qramı almış olarıq. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.